Tbilisinin Marcanişvili prospekti ərazisində Bolnistan olan gəncin kafesinə yaxınlaşan müştəri ona "Marniu'dan sən niyə gürcü dilində danışmırsan?" deyərək etnik zəmində mübahisə yaradıb. Daha sonra isə odlu silah çıxararaq kafe əməkdaşlarını hədələyib. Bütün bu anlar isə şaurma kafenin təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Şaurma almağa gəlmişdi. Gürcü dilində danışmağa başladı. Bibersiz istəyirəm deyə üstümə qışqırırdı. Mən yeməyi hazırlayırdım. Sifarişi isə başqa biri götürürdü. Ona görə də düşündüm ki, mənə müraciət etmir. Diqqət etmədim. Kameralarda da görünür ki, arxaya çevrilib. Öz işimlə məşğulam. Sonra başladı qışqırmağa. Gürcü dilini başa düşmürsən, niyə bilmirsən dedi. Müsəlmansan deyə soruşdu. Mən də dedim ki, bəli, Bolnistanəm. O isə açıq şəkildə müsəlmanlara qarşı aqressiv idi. Silah çıxardı üstümə. Anam qarşımda dayanmışdı. Əvvəlcə onu hədələdi. Kafe sahibinin sözlərinə görə bu ilk belə hal deyil. Onun bildirdiyinə görə bənzər insidentlər tez-tez yaşanır. Xüsusilə Marniuli və Bolnistan olub-olmadığını maraqlandırır. Azərbaycanlı olduğumu öyrəndikdə isə münasibət dəyişir və problemlər yaranır. Burada bu cür problemlər tez-tez baş verir. Müştəri gəlir və əgər dili bilmirsənsə, deyirlər, niyə bilmirsən? Bu ilk hadisə deyil. Oxşar vəziyyətlər çox olur. Əgər Marneulidəsən və ya Bolnistansənsə, dərhal düşünürlər ki, sən müsəlmansan. Kafemə bir müştəri yaxınlaşdı. Şaurmanı hazırlayan satıcı gürcü dilini bilmirdi. Yanında dayanan bir qadın müştəridən nə istədiyini soruşdu. Müştəri isə bir neçə sözü Azərbaycanca dedi. Sonra ona gülməyə və əsəbləşməyə başladı. Ardınca tapanca çıxartdı. Onun kim olduğunu bilmirəm. Həmin gün ilk dəfə görürdüm. Hadisənin qarşısını oradakı mühafizəçi aldı və dərhal polis çağırdı. Daxili İşlər Nazirliyindən verilən məlumata görə hadisə ilə bağlı artıq bir nəfər saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 151-ci, hədə-qorxu və 236-cı qanunsuz silah əldə etmə və saxlama maddələri ilə cinayət işi açılıb. Qeyd edək ki, bu son dövrlərdə etnik zəmində baş verən ilk insident deyil. Xatırladaq ki, sentyabrın 18-də Marniu'da Saqrebulu sədr müavini Richard Giganinin oğlu Mamuka Gigani Melodi Şirniyyat evində çalışan Azərbaycanlı yeniyetməyə "Niyə gürcü dilini bilmirsən?" deyərək şillə vurmuşdu. O, azyaşlıya qarşı zorakılıq ittihamı ilə saxlanılsa da, hakimin qərarı ilə 15.000 lari girov müqabilində azadlığa buraxılmışdı.